Hər kəs salam əziz abituriyentlər. Bugün 24 may tarixində qəbul imtahanı keçirildi demin və sizin üçün burada tarix suallarının izahını edəcəm. Vaxt itirmədən suallarımıza keçək, bilirəm ki, tələsirsiniz. Xəbərdar edeyim ki, suallara hələ ki baxmamışam, indi baxacağam. Deməli, ilk sualımız 13-cü əsrin 30-cu illərinin sonu, 50-ci illərin ortaları Azərbaycan tarixi üçün səciyyəvidir. Ali Monqol xaqanlığının Cahanşinlər tərəfindən idarə olunması. Ali Monqol xaqanlığı 1239-1256-cı 56-58-ci illərdə deməli mövcud olduğu üçün bu cavabımızın doğru cavabıdır. Bir dəqiqə yazmaq yerinə açmamışam. Cavabımız burada olacaq. A variantı, deməli, digər variantlara da baxaq. Cəlalilər dövlətinin hakimiyyətinin qəbul edilməsi 13-cü əsrdə Cəlalilər yox idi. Sonra Qızıl Ordu Toxtamış 13-cü əsrdə yox idi. Hülakü xan, Qazan xan 13-cü əsrin sonları idi. Sonra Əmir Teymurun Cahanşinlər tərəfindən bu 14-15-ci əsrlərdir. 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illərin Albaniya üçün səciyyəvi idi. Xilafətə verilən vergilərin 1/3 qədər azaldılması 667-670-ci illər görüşünə aiddir. Yəni 7-ci əsrin 60-70-ci illəri. A bəndə getdi. Xəzər xaqanlığı ilə müqavilə imzalanması bu yenə 7-ci əsrin 60-cı illərinə aiddir. Sonra Bizans imperatoru ilə ittifaqın yaradılması 654-cü ildədir. Başqa bir tarix keçmirik biz. Sonra daxili müstəqilliyin ləğv edilməsi, yəni Albaniyanın daxili müstəqilliyi 705-ci ilə aiddir. Sasani dövləti ilə sülh müqaviləsinin imzalanması yenə bu tarixlərə aid deyil. Cavabımız olacaq C variantı. 60-cı sual. 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Qarabağ mövzusu adlanan plan nəticəsində ordumuzun canlı qüvvə itkisinin minimuma endirilməsi, bəli, bu düzgün cavabdır. Yəni aiddir, amma bizdən aid olmayanı istəyir. Pilotsuz uçuş aparatından uğurla istifadə edilməsi, bəli, düzgündür. Bayraqdar olsun, bizim öz pilotsuz uçuş aparatımız olsun, sonra Harop olsun. Hadrut qəsəbəsinin azad edilməsi nəticəsində Şuşaya əlverişli hücum şəraitinin yaranması düzgündür. BMT Təhlükəsizlik Şurasının ölkəmiz əleyhinə qətnamə qəbul etməsi, bu yanlış edə bilmirlər. Aldadıcı taktika ilə Ermənistan hava hücumundan alan müdafiə sistemlərinin məhv edilməsi, bəli, bu da düzgündür. Cavabımız D variantı olacaq burada. Ulduzla işarə edilmiş, qeyd olunmuş rayona aid olanları müəyyən edin. Ulduzla işarə olunmuş yer Kəlbəcərdir. Kəlbəcər rayonu. Burada yazır. Ərazisində paleolit dövrünə aid qədim abidə yerləşir. Deməli, mağaraları yadımıza salırıq tez. Kəlbəcərdə nə mağarası var idi? Zar mağarası var idi. Bir götürürük. Bir olmayan cavabları atırıq. Ya 1-4 ya 1-5. Ona görə 2 ilə 3-ü də atırıq. Heç baxma ehtiyac yoxdur. Ərazisində erkən Tuz dövrünə aid Sərkərtəbə abidəsi yerləşir. Deməli, Sərkərtəbə abidəsi Xaçmaz rayonunda yerləşir. Ona görə bu da gedir. Cavabımız olacaq 1-5. 65-ci sual. 19-cu əsrin 80-ci illəri Azərbaycanın iqtisadiyyatı üçün səciyyəvi idi. Sahibkar kəndlilərin mükəlləfiyyət daşımaqdan azad edilməsi 1912-ci il, sonra mülkədar kəndlilər üzərində polis və məhkəmə hüququnun ləğv edilməsi bu 1865-ci il, sonra Hacı Zeynəbin Tağıyev tərəfindən Bakıda toxuculuq fabriki 1900-cü il, bəy və ağalara tiyul torpaqları üzərində tam irsi deməli hüququn bərpa edilməsi, Bakı-Tiflis dəmir yolunun işə salınması, burada yəqin ki, cavabımız E variantı olacaq. Növbət sualımıza baxırıq. 66-cı sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Əlaqə Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski. Deməli, Rusiya çarının yeganə müsəlman yavəri olmuşdu. Bu Hüseyn xan Naxçıvanskiyə aid xüsusiyyətdir. Birinci Dünya müharibəsində Rus ordusunda xidmət etmişdir. Bu hər üçünə aid xüsusiyyətdir. Sonra Rusiya paytaxtının toplarla müdafiəsinə rəhbərlik etmişdi. Sonra ilk Azərbaycanlı hərbi təyyarəçi olmuşdu. Bu deməli Fərrux Ağaqayıbov idi. Döyüş şücaətinə görə brilyantla bəzədilmiş Georgi silahı ilə təklif edilmişdir. Təltif edilmişdir daha doğrusu. 2-yə Y, 1-ə C olacaq. 1C, 2Y, 3A, 4B burada olacaq cavabımız D variantı. Növbəti sual. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Milli valyuta, manatın dövrəyə buraxılması bu Əbülfəz Elçibəyinin dövrünə aiddir. Ona görə birlər getdi. Strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinin azad edilməsi 1994-cü il doğrudur. Heydər Əliyevin birinci prezidentliyi dövrü 1993-1998-ci illəri əhatə edir. Ona görə 2-ni götürürük, D variantda gedir. Torpaq islahatı haqqında qanun qəbul edilməsi 1996-cı ildə, bu da düzgündür, cavabımız A bəndə olacaq. Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olması bu 1992-ci ilə aiddir, Heydər Əliyevə aid deyil. Növbəti sualımız
hadisələrdən hansılarının yerini dəyişdikdə xronoloji ardıcıllıq alınır? Deməli, Pişəvərin başçılığı ilə milli hökumətin yaranması 1941-ci il olmalıdır, 40-cı illər. Sonra Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli hökumətin yaradılması 1920-dir. Sonra dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Bu 1940-cı illərin ikinci yarısıdır. Sonra Azərbaycan SSR-də konstitusiyaya əlavə dövlət dilinin Azərbaycan dili olması haqqında maddələrin əlavə edilməsi 1956-cı ildir. Burada 2 birinci gəlməlidir. Yəni 1 ilə 2-nin yerini dəyişdirməliyik. Cavabımız olacaq C variantı. 69 gəlir sonra bəli. 1500-cü ildə Cabanı adlı yerdə baş verən döyüşdə Şirvanşah Fərrux Yasarın qoşunu məğlubiyyətə uğradıldı. Səfəvi qoşunu bu döyüşdən sonra Şamaxını 1501-ci ilin yazında Bakını tutdu. Gülüstan qalasını mühasirəyə aldı. Bu zaman Ağqoyunlular şimala doğru yürüşə başladılar. Verilmiş prosesin nəticəsində Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi başa çatdı. Bu 1551-ci ildir. Əlvənd padşahla Səfəvilər arasında döyüş baş verdi. Səfəvi dövləti Xorasanı qeyriyə qaytardı 1510-cu ildə. Osmanlı sultanı 1-ci Süleyman deməli 1520-ci ildə taxta gəlir. Biz burada 16-cı əsrin əvvəllərini deyirik. Şirvanşahlar dövləti süquta uğradıldı 1538-də. Cavabımız olacaq burada B variantı. Almaniyanın 1926-cı il, Türkiyə Respublikasının 1932-ci il tarixlərinə aid Oxşarlıq Millətlər Cəmiyyətinə daxil olması. Cavabımız Y variantı. Əsası Kəngərli tayfasının başçılığı tərəfindən qoyulmuş bu xanlıq Zəngəzurdan Araz çayı vasitəsinə qədər olan əraziləri əhatə etmişdir. Bu Kəngərli tayfası dediyi üçün Naxçıvan xanlığını yəqin ki nəzərdə tutur. Burada deyir İrəvan xanlığı ilə ümumi cəhətlər. Baxaq, müəyyən müddət Qarabağ xanlığından asılı vəziyyət düşmüşdü, bəli, Pənah Əliyev xan tərəfindən. Sonra Rusiya ilə Görgəv müqaviləsi imzalanması 1802-ci ildir. Bu Lənkəranla Quba xanlığına aiddir. Sonra keçmiş Xürsəd Bəylərbəyin ərazisində yaranması da düzgündür. 1-3. Türkmənçay müqaviləsinə əsasən Qacarların tərkibində qalması yox, Rusların tərkibində qalmışdı. Ona görə bu da getdi. Cavabımız 1-3 olacaq. Bu da Y bəndi. 72-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Müəssisələr Məclisindən seçkilər haqqında əsasnamənin qəbul edilməsi 1919-cu il, parlamentin fəaliyyətə başlaması 1918-ci il dekabrın 7-si. Yəni 1 burada gedəcək. Bakının işğaldan azad edilməsi 1918-ci sentyabrı, Milli Şura fəaliyyətini dayandırdı. Nə əlaqəsi var ki, məntiqlə fikirləşsək bu uyğun gəlməyəcək. İkiləri də atırıq, cavabımız olacaq D variantı. 73. Azərbaycanda xilafət dövründə vergilər, burada divan yox, iqta yox, malcəhət yox, xaraq sasanilər idi. Cavabımız olacaq A variantı. 74-cü sual. Xəritədə rəqəmlərlə verilmiş ərazilər üçün doğru olmayan fikri müəyyən edin. Bizans İmperatoru Yusifyan tərəfindən işğal edilmişdi 5. Demişik, Afrikanın şimalında Vandal krallığını məğlub eləmişdi. Bu düzgündür, amma bizdən olmayan fikri istəyir. Diqqətli olmalıyıq burada. 8-ci əsrin əvvəllərində ərəb qoşunları tərəfindən tutulmuşdu. Bu 1-ə aid olacaq, həddində 1-dir. 711-ci ildə idi bu. Sonra bizdən aid olmayan istəyir, yenə deyirəm. Frank hökmdarı Xlodvig tərəfindən işğal olunmuşdu. İtaliya bu aid deyil idi axı. Sonra Bizans imperiyasının paytaxtı olmuşdu Konstantinopol, bu düzgündür. Bizans imperiyası üzərində qələbə nəticəsində ərəb orduları tərəfindən fəth olunmuşdu. Bəli, bu da düzgündür. Cavabımız olacaq burada C variantı. 75-ci sual daha doğrusu. Eramızdan əvvəl 2-ci minilliyin sonlarında Mikena mədəniyyətinin məhv olmasının səbəbi dostumuz düz yazıb doğru sayfaların Yunanıstana hücumu nəticəsində asan sual idi bu. Uyğur dövlətini 2-ci Göytürk dövlətindən fərqləndirir. 2-ci Göytürk 682-744-cü illər təşkil edir. Uyğur dövləti 744-842-ci illəri əhatə edir. Türk mənşəli sülaləsi tərəfindən idarə olması düzgündür. Çin üzərinə yürüş edilməsi hər ikisində də var. 1-dən 2-ni atanda cavabımız 3-5 alınır. Baxırıq. 9-cu əsrin 40-cı illərində süqut etməsi 842-ci il düzgündür. Tibetlilərin məğlub edilib Çindən qovulması düzgündür. 3-5. 77-ci sual. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi bu
dim sualdır ki, elə topluda olan sualdır daha doğrusu, onu demək istədim. Burada cavabımız olacaq Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək. Bəli, D variantı. 78-ci sual. 20-ci əsrin 20-ci illərin sonu SSRİ 50-ci illəri Çin tarixinə aid ümumi cəhətlər. Totalitar rejimin yumuşaldılması, daha doğrusu gücləndirilməsi olar SSRİ-də. Başlayın. Sonrakı kollektivlərin həyata keçirilməsi düzgündür. Biri atırıq, ikini götürürük. 1 getdi. C də getdi, B də getdi, ikini də götürdük. Hərbi kommunizm sisteminin tətbiq edilməsi 1950-ci illər üçün Çinə aid deyil idi. Y bəndi. 79-cu sual. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyildir. İri Səlcuq əmirlərinin müqavimətinin qırılması, Təbrizin Ağsunqullular tərəfindən tutulması düzgündür. Sultan titulunun qəbul edilməsi bu Qızıl Arslan'a aid idi. 1791-ci ildə cavabımız olacaq C variantı. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiyanın tarixinə aid olan ümumi cəhətlər. Stalin torpaq islahatı 20-ci əsrin əvvəlləridir. Rusiya dövlət tərəfindən işğal olunması düzgündür. Şimali Qafqaz 1864-cü ildə tamamilə işğal olunub. Mərkəzi Asiya 1895-ci ildə cavabımız olacaq burada B variantı. 81-ci sual. Böyük Hun dövlətinin eramızdan əvvəl 50-ci illər tarixi üçün səciyyəvidir. Dövlətin iki hissəyə parçalanması. Premyo cavabımız olacaq burada A variantı. Eramızdan əvvəl 58-ci ildə. 16-cı əsrin ikinci yarısı deməli Osmanlı dövləti üçün səciyyəvi idi. Köprülü Mehmet Paşa Deri 17-ci əsrdir. Sonra Misir Məmlük Sultanlığına son qoyulması 16-cı əsrin birinci yarısıdır. 1517 Ridani döyüşü. Ağqoyunlu dövlətinin məğlub edilməsi 15-ci əsr. Sonra Səfəvi dövləti ilə yeni müharibənin başlaması 1514-cü il. Amma bir dəqiqə, yeni müharibənin başlaması 1578-ci ildə də olduğu üçün cavabımız olacaq burada D variantı. Viyananın mühasirəyə alması deməli olacaq burada 1529-cu ildə. O da 16-cı əsrin birinci yarısıdır. Cavabımız olacaq D variantı. Neolit və eneolit dövrlərinə aid oxşar cəhətlər. Əkinçilikdə toxadan istifadə olunması düzgündür. İlkin şəhər mərkəzləri tuncdur. Saxsı qablarının deməli hazırlanması 1-3 var. Süni suvarma sistemindən erkən tunc. Sonra təsərrüfatda daş alətlərdən istifadə edilməsi 5 düzgündür. Eneolitdə mis kəşf olunsa da hələ də daş alətlərdən istifadə edirdilər. Çünki mis yumuşaq idi. Hansı nəticə əlaqələrinin aid uyğunluğu müəyyən edin. Deməli, birincə də deyir, 1711-ci ildə Prut çayı sahilində sülh müqaviləsinin imzalanması Rusiya Azov qalasının Osmanlı dövlətinə qaytardığı deməli düzgün cavabdır. 1780-ci ildə Paris sülh müqaviləsinin imzalanması, İngiltərənin ABŞ-ın müstəqillik tanınması bəli düzgündür. Nizbi dönüşünün baş verməsi, ABC-nin istiqlaliyyət bəyannəməsi xeyr. Nizbi dönüşü 1645, istiqlaliyyət bəyannəməsi 1776-cı ilin iyunun 4-də qəbul edilib. İkinci Yekaterinanın hakimiyyətə gəlməsi Rusiyada mütləqiyyət quruluşu zəiflədi, yox, gücləndir. 4 də getdi. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi, deməli 1618-1648 Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Bəli, kitablarımızda bu da qeyd olunub. 1-2-5 düzgün cavabımız. 85. Rəvvadilər dövlətinin Şirvanşahlar dövləti ilə oxşar, Salalilər dövləti ilə fərqli xüsusiyyətlərini müəyyən edin. Ərəb mənşəli sülalə tərəfindən yaradılmışdı. Bəli, bu düzgündür. Rəvvadilər də, Şirvanşahlar da deməli Ərəb mənşəli sülalə tərəfindən yaradılıb. Amma Salalilər türk idi. Böyük Səlcuq tərəfindən asılı olmuşdu. Deməli, Rəvvadilər 1054-cü ildə, Şirvanşahlar 1066-cı ildə. Amma Salalilər dövründə Böyük Səlcuq dövləti yox idi. İkini də götürürük. Slavyanların hücumuna məruz qalmışdı. Xeyr, Dəbil Əmirliyini özündə birləşdirmişdi. Bu ancaq bu Salarlərdə aiddir. 86. Xronoloji ardıcılığı müəyyən edin. Şirvanşahlar dövlətinin paytaxtının Bakı şəhərinə köçürülməsi 1192-ci ildə. Sonra Böyük Səlcuq dövlətinin paytaxtının Rey şəhərinə köçürülməsi deməli 1043-cü ildə. Sonra Teymurilər dövlətinin paytaxtının Herat şəhərinə köçürülməsi deməli 15-ci əsrdə idi. 15-ci əsr. Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi 1326-cı ildə. Burada cavabımız olacaq 2-1-4-3. 2-1-4-3. Uyğunluğu müəyyən Otluq beli döyüşü, Mərv döyüşü belə asan sualını götürürlər ki. 1473 Otluq beli, Mərv döyüşü 1510.
Osmanlı dövləti otluq beldə var idi, bir də Ağqoyunlu olacaq əlbəttə ki. Sonra Mərv döyüşündə Səfəvilər və Şeybanilər, Səfəvilər ancaq Qaraqoyunlular heç birində yox idi, Cəlalilər heç birində yox idi. Bir adi ikidir. Cavabımız bitdi. Sədr, söz Muxtar Mahmudova verilir. Mahmud Mahmudov, cənablar, bugün parlament qərarında bilirik ki, şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır. Bu məsələyə parlament yığılır və məsuliyyət tamamilə öz üzərinə götürən partiya ilə danışıqlar aparır. Danışıqlarda məqsəd qan tökülməsinin qarşısını almaqdır. Şimaldan gələn bu qüvvəni dəf etmək üçün Azərbaycan ordusunun qüvvəsi olmadığına görə parlament sonuncu iclasında hakimiyyətin yerli komitələrə təhvil verilməsi haqqında qərar qəbul etdi. Deməli, Məmmədov haqqında bəhs edilən qərarın qəbul edilməsi kəskin etiraz edən parlament üzvlərindən birinin adını qəbul yazın. Məmməd Əmin Rəsulzadə. 88-də getdi. Haqqında bəhs edilən partiyaya hakimiyyətin təhvil verilməsi haqqında qoyulan şərti müəyyən edin. AXC-nin varlığına son qoymayacaqdır əlbəttə ki. Bəli, 90-cı sual ilə axırıncı sualımızla qarşı-qarşıyayıq. Haqqında bəhs edilən hücum ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətində baş verən siyasi böhranın daha da dərinləşməsinin iki daxili səbəbini yazın. Daxili. Deməli, birinci parlamentdə insanların aralarında fikir ayrılığı var idi. Sosialistlər var idi. Sosialistlər tələb edirdilər ki, yəni düzgündür, yəni qəbul eləyək. Bu da siyasi böhran daha da kəskinləşir. Bir getdi. İki də o idi ki, bu qərarlara baxaraq Məhəmməd Həsən Hacınskiyi bu yeni hökumət təşkil etməyi tapşırmışlar ona. Amma Hacınski həmin bu siyasi məsləhətləşmələrin uğursuzluğu ilə əlaqədar hökumətin təşkilindən imtina edirdi. Bu da hökumət böhranını daha da dərinləşdirmişdi. Bəli, bu da bitdi. Cavablarımız buydu. Əgər kimin bəyənmədiyi və yaxud da etiraz elədiyi sual varsa, hardasa səhv tapdınızsa, kommentlərdə yazmağı unutmayın və nə qədər düzünüz olduğunu və nə qədər bal topladığınızı yorumlara yazsanız, kommentlərə yazsanız bəyənirəm. Çox sağ olun izahıma baxdığınız üçün. Hələlik.